Bəlkə də taleyin lütfüdür. Həm Azərbaycanın 91-ci ildə qəbul edilən müstəqillik, konstitusiya haqqında müstəqillik aktının şahidi oldu. Eyni zamanda 95-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbulunun şahidi oldu. Geniş müzakirələr keçirdi. Ümumi liderimiz Heydər Əliyevin rəhbərliyi ilə, ziyalıların iştirakı ilə, cəmiyyətin iştirakı ilə çox geniş müzakirələr oldu və nəhayət Azərbaycanın konstitusiyası qəbul edildi. Onun ardınca bilirsiniz ki, Azərbaycan torpaqları işğaldaydı, Azərbaycan torpaqları təcavüzə məruz qalmışdı. Bu günləri biz zəfərimizin 5 illik ərəfəsində dövlət ərazimizi tam bərpa eləmişik. Azərbaycanın suverenliyi bərpa edilibdir. Bu günləri belə deyək də, həm konstitusiyamızın yarandığını, həm suverenliyimizin bərpa edildiyinin tam bərpa edildiyi bir ərəfədir. Mən şəxsən bir Azərbaycan vətəndaşı kimi, Qarabağ qazisi, jurnalist, Azərbaycanda Minadan zərər çəkənlər Assosiasiyasının rəhbəri kimi çox sevinirəm, çox şadam, çox qürurluyam ki, bu gözəl günlərə şahidlik eləmişəm. İnşallah Ali Baş Komandanımız, İnşallah Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara, daha gözəl günlərə, daha gözəl illərə çıxacağıq, daha gözəl, belə deyək də, biz anların şahidi olacağıq, suverenliyimizlə bağlı çox sevindirici anlar yaşayırıq. Həm konstitusiyamızın qəbulu, həm suverenliyimizin bərpası uğrunda Azərbaycan oğlanları Ali Baş Komandanın çağırışı ilə, əmri ilə silaha sarıldı, torpaqlarımızı tam işğaldan azad elədi. Biz zəfərin növbəti ildönümünü yaşayacağıq. Bütün xalqımız, millətimiz çox qürurlu və sevindiricidir. Hər bir millətin taleyində onun müstəqilliyi vacib bir amildir. Çox şükür ki, biz müstəqil dövlətik, özümüzün müstəqil konstitusiyamız var, Azərbaycanın ərazi bütövlüyü bərpa edilibdir. Rəhbərlik elədiyim Azərbaycandan Minadan zərər çəkənlər Assosiasiyası İctimai Birliyi həmişə olduğu kimi son illərdə minadan zərər çəkən insanların problemləri, onların ehtiyaclarının öyrənilməsi, onlara hüquqi yardımı göstərilməsi prosesində öz işini davam elətdiribdir.